Deməli, sintaktik əlaqələrin iki növü var. Məna əlaqəsi, bir də elə özü. Bir söz birləşməsini və yaxud cümləni əmələ gətirmək üçün biz istifadə edirik məna əlaqəsindən, bir də sintaktik əlaqələrdən. Məna əlaqəsi o deməkdir ki, mənası uyğun gəlməyən sözləri nə qədər yanaşı yığsaq da, ondan nə cümlə, nə də söz birləşməsi əmələ gətirmək mümkün deyil. Biz dilimizdə söz birləşməsi və cümlə yaratmaq üçün əvvəlcə mənası uyğun gələn sözləri bir tərəfə yığmalıyıq. Ondan sonra da həmin sözləri bir-birinlə düzgün əlaqə yaradaraq söz birləşməsi və cümlə əmələ gətirməliyik. Məna əlaqəsini başa düşdük. Amma sintaktik əlaqələrin iki növü var. Sintaktik əlaqələrin növü birincisi tabesizlik əlaqəsidir. Tabesizlik. İkinci isə tabelilik əlaqəsidir. Adlarından məlum olduğu kimi uşaqlar, tabesizlik əlaqəsində olmaq o deməkdir ki, bu əlaqədə nə sözlər, nə tərəflər, nə cümlələr bir-birinə tabe deyil, tabesizdirlər. Biri o birinə tabe deyil, o biri də bu birinə tabe deyil. Bərabər hüquqludurlar. Tabesizlik əlaqəsində əsas məsələ dedik nədir? Tərəflər, bu söz də ola bilər, söz birləşməsi də ola bilər, cümlə də ola bilər. Yəni, istənilən tərəf və yaxud da tərəflər bir-birinə tabe olmurlar. Bir-birindən eyni gücdə olurlar, eyni xarakterdə olurlar. Məsəl üçün, iki dənə mübtəda. İki dənə mübtəda varsa bir cümlədə, heç biri bir-birinə tabe deyil və tabesizlik əlaqəsi içərisindədirlər. Bir cümlədə iki dənə xəbər varsa, eyni mübtədaya tabe olan, o deməkdir ki, bu xəbərlər bir-birinə tabesizdirlər, yəni bərabər hüquqludurlar. Deməli, tabesizlik əlaqəsində əsas məsələ nədir? Tərəflər bir-birinə nə olmur? Tabe olmurlar. Tabe olmayanda nə əmələ gəlir uşaqlar? Bərabər hüquqludurlar. Bərabər hüquqluq bildikdə nədir? İki dənə mübtəda, iki dənə tamamlıq, iki dənə xəbər, bunlar bir-birinə bərabər hüquqludurlar. Yəni, bir-birinə tabe deyillər. Dolayısıyla hansı əlaqə əmələ gəlir? Tabesizlik. Adından da məlum olduğu kimi, tərəflərin bir-birinə tabe olmadığı əlaqə növü tabesizlik əlaqəsidir. Tabellik əlaqəsində isə tamamilə əksinə. Burada əsas və asılı tərəf anlayışı var. Əsas tərəf anlayışı var, bir də asılı tərəf anlayışı var. Yəni, asılı tərəf əsas tərəfə tabedir. Biri digərindən asılıdır. Ona görə bu əlaqənin adı tabellik əlaqəsidir. Burada tabe olan tərəf var. Əsas tərəf, asılı tərəf anlayışı var. İndi başlayaq birinci tabesizlikdən. Biz tabesizlik əlaqəsinə harda rast gələ bilərik? Biz tabesizlik əlaqəsini, məsəl üçün, sənə bir test verib, deyir ki, tabesizlik əlaqəsində olan, məsəl üçün, cümlələri tap və yaxud da cümlə üzvlərini tap. Sən tabesizlik əlaqəsini axtaracaqsan birinci, həmcins üzvlərin arasında. Həmcins üzvlər nə deməkdir? Eyni suala cavab verən, eyni cümlə üzvündən əlaqələnən cümlə üzvləri. Məsələn, iki mübtəda, iki xəbər, iki təyin. Axtararsan həmcins üzvləri, tabesizliyi istəsə. Bir də axtararsan tabesiz mürəkkəb cümləni. Bunların hamısını bir-bir keçərik, narahat olmayın. Tabesiz mürəkkəb cümlənin tərəflərinin arasında və cümlənin həmcins üzvlərinin tərəfləri arasında tabesizlik əlaqəsi olur. Çünki iki mübtəda, iki xəbər, iki tamamlıq bir-birinə tabe olmadığına görə tabesizlik əlaqəsi yaradır. Tabesiz mürəkkəb cümlələrin ayrı-ayrı cümlələrdən təşkil olunmuş bir dənə mürəkkəb cümlədir, tabesiz mürəkkəb cümlə. Həmin cümlələri təşkil edən tərəflər də bir-birinə tabe olmurlar. Onda sən tabesizlik əlaqəsi deyəndə gedib həmcins üzvlərin arasında bir də tabesiz mürəkkəb cümlədə axtararsan. Başa düşdük? Bəs tabellik əlaqəsi deyəndə nə axtararsan? Tabellik əlaqəsi dedikdə uşaqlar tabeli mürəkkəb cümlədə axtararsan. Tabeli mürəkkəb cümlədə. Bir də cümlə üzvlərinin arasında axtararsan. Cümlə üzvlərinin arasında da, məsəl üçün, xəbərlə mübtəda arasında uzlaşma əlaqəsi var. Təyinlə digər hissələr arasında yanaşma əlaqəsi var. Keçəcək indi. Tabeli mürəkkəb cümlədə axtararsan. Bir də cümlə üzvlərinin öz daxilində axtararsan. Cümlə üzvlərinin daxilində, cümlə üzvlərinin arasında axtararsan. Deməli, tabesizliyin heç bir növü yoxdur. Tabesizlik əlaqəsinin növü yoxdur. Axtaracağın yerlər var. Həmcins üzvlər, bir də tabesiz mürəkkəb cümlə. Tabesizlik əlaqəsinin növü yoxdur. Tabellik əlaqəsinin 3 dənə növü var. Uzlaşma,
uzlaşma, idarə və yanaşma. Uzlaşma, idarə, yanaşma əlaqəsi tabeliliyin 3 dənə növüdür. Hansı oldu? Uzlaşma, idarə, yanaşma. Əvvəlcə gəl, həmcins üzvlərin, biz həmcins üzvləri indi mi keçək? Yox, cümlə üzvlərindən sonra həmcins üzvləri keçəcək. Sadəcə harda axtarmaq lazımdır onu bilin. Həmcins üzvləri cümlə üzvünü keçəndən sonra keçəcək ayrıca. İndi başlayırıq tabellik əlaqələrinin, bax bu 3 dənəsindən. Birinci uzlaşma, ikinci idarə, üçüncü yanaşma. Gəl görək. Uzlaşma əlaqəsini, uzlaşma yəni tabellik. Uzlaşma tabelinin növüdür. Qol qırağına yazım. Uzlaşmanı harda axtarır? Uzlaşmanı axtaracağın yer, uşaqlar, bir cümlədə mübtədə ilə xəbərdir. Mübtədə ilə xəbər arasında, mübtədə ilə xəbərin arasında uzlaşma əlaqəsi olur. Uzlaşma bilsin nə deməkdir? Uyğunlaşma deməkdir. Yəni, mübtədəyə görə xəbər mübtədəyə uyğun şəkildə qəbul edir. Məsəl üçün, mən bugün evə tez getdim olmalıdır. Xəbər imlə qutarmalıdır. Aydındır? Mən bugün evə tez getdik deyənmərsən. Xəbərə artırılan şəkilçi mübtədəyə uyğunlaşır. Xəbər mübtədəyə tabi olduğuna görə mübtədə hansı şəkilçini tələb eləsə, onu qəbul etməlidir. Burada nə əmələ gəlir? Tabellik. Həmin o tabellik adı nədir? Hansı növüdür? Uzlaşma. Deməli, mübtədə ilə xəbərin arasında uyğunlaşma yaxud uzlaşma əlaqəsi var. O da hansı növüdür? Tabelliyin növüdür. Mübtədə ilə xəbər arasında xəbər hansı şəkilçini mübtədənin tələbindən qəbul edir? Şəxs şəkilçilərini, düzdür? Deməli, mübtəda ilə xəbər olan cümlədə şəxs şəkilçisi uzlaşmanın göstəricisidir. Məsəl üçün, məni dəyişirəm, eləyirəm biz. Deyirəm, biz dərslərimizə yaxşı hazırlaşırsınız desəm düzmü olar? Xeyr, biz mübtədası tələb eləyir ki, xəbər şəkilçisi şəxs sonluğunu qəbul eləsin. Onun tələbinlə o öz şəxs şəkilçisini qəbul etməsi uzlaşmadır. Başa düşdü? Deməli, uzlaşma əlaqəsini gedib nəyinə arasında axtararsan? Mübtədə ilə xəbər arasında. Xəbərdə göstərici nədir? Şəxs şəkilçisidir. Çünki şəxs şəkilçisini xəbər mübtədanın tələbindən qəbul edir. Bir növ xəbər mübtədada tabellik yaratdığına görə o şəkilçisini qəbul edir. İkinci, harda axtararsan? Mənsubiyyət şəkilçisi. Mənsubiyyət şəkilçisi uzlaşma əlaqəsinin ikinci göstəricisidir. Şəkilçisi. Bunlar əzbəriyyəsiz çətin bir şey yoxdur. Məsəl üçün, uşaqlar, mən deyirəm ki, mən bir də telefon. Bax, mən bu iki dənə məna əlaqəsi uyğun olan sözləri yanaşı qoymuşam. Bunları uzlaşma əlaqəsinə gətirmək istəyirəm. Ay sol, bu birinci tələb. Tələb eləyir ki, mən yəlik hal qəbul eləyəcəm, sən də mənim mənsubiyyətimi qəbul eləməlisən. Mənim telefonumuz deyənmərsən. Qabağında mən varsa, sən məcbursan bura mənim telefonum deməyə. Bax, bunu məcbur eləyir ki, sən mənim şəxsimin şəkilçisini qəbul eləməlisən. Bu, onu özündən tabeli vəziyyətə gətirir də. Başa düşdü? Bax, buradakı bu mənsubiyyət şəkilçisi bunun tələbindən qəbul olunubdur. Ona görə deyirik ki, qabağında yəlik hal olan mənsubiyyət şəkilçisindən, bir də cümlədə olan mübtədə ilə xəbərdə şəxs şəkilçisi uzlaşma əlaqəsinin göstəricisidir. İkinci dənə göstəricisi var. Deməli, uzlaşma əlaqəsi deyəndə sən nə axtararsan? Mübtədə ilə xəbər axtararsan cümlədə, bir də qabağında yəlik hal olan mənsubiyyət şəkilçisi axtararsan. Qutardı getdi. Mənim olmasın və sizin olsun. Bax, indi qəbdən cümlə yazaq və o cümlədə uzlaşma əlaqələrini tapmağa çalışaq. Deyirəm ki, sizin məktəbinizdə tez-tez iclas keçirilir. İndi uşaqlar, burada sonra deyir ki, ged uzlaşma əlaqəsini tap. Gəl, nə axtararsan? Mübtədə ilə xəbər, bir də qabağında yəlik hal gələn mənsubiyyət şəkilçisi. Düzdür? Xəbər hansıdır? Keçirilir. Nə? İclas. Bax, bir dənə uzlaşma əlaqəsi bunların arasında varmı? Var. Düzdür? Uzlaşma. Ondan sonra bir də gəlib bura baxırsın da, sizin məktəbiniz, mənsubiyyət var, qabağında da yəlik var. Deməli, bir dənə uzlaşma burada var. Deməli, bu cümlədə neçə dənə uzlaşma əlaqəsi var? 2 dənə uzlaşma əlaqəsi var. Gəl, başqa cümlə yazaq. Məsəl üçün, deyirəm ki, bir dəqiqə.
Bu çalışmanın həllini sinifin yaxşı oxuyanları tapdı. İndi diqqətli olmaq lazımdır. Gəl baxaq. Deməli, sən burada deyir ki, get uzlaşma əlaqəsini tap. Nə axtarırsan? Mübtədə xəbər. Gəl birinci mübtədə xəbərimizi tapaq, qırağa qoyaq. Tapdı. Kim? Sinfin yaxşı oxuyanlar. Bu sənin mübtədandırmı? Bəli. Deməli, bunların arasında nağd yerinə bir dənə uzlaşma var. Var. Birinci mübtədə ilə xəbər arasında bir uzlaşmanı tapdın, qoydun qırağa. Ondan sonra nə demişik? Qabağında yəlik hal gələn mənsubiyə şəkilçi. Gəl indi baxaq. Çalışmanın həlli var burada. Deməli, bax, bunların arasında nə var? Uzlaşma. Sonra gedək baxaq. Sinfin yaxşı oxuyanlar. Burada da var. Deməli, bununla da bunun arasında bir dənə uzlaşma var. Deməli, cümlədə neçə dənə uzlaşma əlaqəsi var? 3 dənə. Qutardı getdi. Deməli, səndən uzlaşma əlaqəsi istəyəndə nə tapasan? Mübtədə ilə xəbər və qabağında mənsubiyə şəkilçisi olan nə? İsmi birləşmə. Aydın oldu. Mənsubiyə şəkilçisi olan birləşmə tapırsan, o olur sənin uzlaşma əlaqən. Başa düşdük. Uzlaşma əlaqəsi olan, məsəl üçün, 3-cü növ ismi birləşmən var. Qabağında yərik hal gəlir, özdə mənsubiyyət qəbul edir. İkinci növ, bir də ikinci növ ismi birləşmən var. Deməli, ikinci və üçüncü növdə mütləq nə var? Uzlaşma əlaqəsi. Niyə? Çünki onların ikinci tərəfində mənsubiyyət şəkilçisi gəlir. Məsəl üçün, atalar sözü. Bax, bu ikinci növdür. İkinci tərəfdə mənsubiyyət var, deməli, uzlaşma da var. Gəl, burada yazaq, atalar sözü. Bax, burada ikinci tərəfdə hansı şəkilçini görürsən? Mənsubiyyət. Deməli, nədir? Uzlaşmadır. Ondan sonra deyirəm ki, məsəl üçün, məktəbin həyətindən tutmuşuq da bilirik. Məktəbin həyəti. Bu da üçüncü növdür də. Elə, burada yəlik var, burada da mənsubiyyət var. Hər ikisində nə var? Uzlaşma əlaqəsi. Tutar getdi. Bu sənin uzlaşma. Çətindir, məncə yox. Deməli, bəzən kəmiyyətə görə uzlaşma pozula bilər. Kəmiyyətə görə uzlaşma nə deməkdir? Kəmiyyət nə deməkdir ümumiyyətcə? Say. Kəmiyyətə görə uzlaşma saya görə uzlaşmadır. Bəzən kəmiyyətə görə uzlaşma mübtədə ilə xəbər arasında pozula bilər. Kəmiyyət dedik nədir? Saydır. Bax belə. Məsəl üçün, uşaqlar gülüşür. Belə bir cümlə yazıram, primitiv bir cümlədir. Uşaqlar gülüşür. Bax, kəmiyyət nə deməkdir? Say, yəni larlər şəkilçisi. Qoy yazım Allah xətrinə. Lar iki variant şəkilçisi. Biz cəmi nə ilə yaradırıq? Larla yaradırıq da, düzdür. Mübtədə də lar var. Var. Deməli, xəbərdə də olmalıdır. Yoxdursa, saya görə, yəni kəmiyyətə görə, yəni larlərə görə uzlaşma pozulubdur. Kəmiyyətə görə uzlaşma tələb eləyir ki, əgər mübtəda cəmdirsə, xəbər də cəm olmalıdır. Deyir, mübtəda cəmdədirsə, xəbər də cəm qoy. Amma mübtəda təkdirsə, xəbər də tək qoy. Bu, bunu tələb edir. Mübtəda təkdirsə, xəbər də tək olsun. Çatdı? Kəmiyyətə görə uzlaşma nədir? Kəmiyyətə görə, yəni saya görə. Deyir ki, qardaş, mübtəda təkdirsə, xəbər də tək elə. Yox, mübtəda cəmdirsə, xəbər də cəm elə. Bu, bunu tələb edir. Və yaxud deyirəm ki, quşlar uçuşur. Burada artıq kəmiyyətə görə uzlaşma gözlənilibdir. Çünki burada da lar var, burada da lar var. Başa düşdük. Və yaxud da deyə bilər ki, sinfin hamısı. Məsəl üçün, şikayət edirlər. Burada kəmiyyətə görə uzlaşma pozulur. Əgər mübtəda söz birləşməsi şəklində verilibdirsə, ikinci tərəfə baxırıq. Bizə hansı tərəf maraqlıdır? Əsas tərəf. Əsas tərəf buradadır. Hamısında larlər var? Yox. Deməli, burada da olmamalıydı. Deyə bilərsiniz ki, müəllim, hamısı axı cəmlik bildirir. Bildirir, cəhənnəmə bildirsin. Biz onu saymırıq. Bizə lazımdır larlər. Var, yoxsa yox. Aydındır. Hamısı mənaca düz deyirsən. Uşaqların hamısı cəmlik bildirə bilər. Bizə məna lazım deyil. Qrammatika deyir, şəkilçi vermə. Şəkilçi var, yoxdur. Deməli, burada da olmamalıdır. Deyir ki, Dəniz, uşaqların çoxu gəlməmişdi, yoxsa gəlməmişdilər? Gəlməmişdir. Səhv deyirsən. Uşaqların çoxu gəlməmişdi. Əgər lər yazsan pozular. Bu söz birləşməsidir, düzdür? Söz birləşməsinin asıl tərəfində larlər var. Amma mənə asıl tərəf lazım deyil.
Əsas tərəf lazımdır. Əsas tərəfdə var lar-lər. Yoxdur ki, burada da olmamalıdır. Aydındır? Əgər uşaqların çoxları da demək olmur, uşaqların çoxları da uyğun gəlmir. Amma desək ki, sinfin fəalları əlaçı oldu. Oldu yoxsa oldular? Oldular, bəli. Çünki söz birləşməsinin əsas tərəfi lar-lər qəbul eləyibdir. Əsas tərəf hansıdır? İkinci tərəf, düzdürmü? Deməli, burada da qəbul eləməlidir. Əgər mübtəda tək sözlə ifadə olunursa, mübtədədə lar-lər varsa, xəbərdə də olmalıdır. Yoxdursa, xəbərdə də olmamalıdır. Əgər mübtəda söz birləşməsinin ifadə olunursa, söz birləşməsinin əsas tərəfinə baxmaq lazımdır. Asılı tərəfdə lar-lərin olması bizi maraqlandırmır. Əsas tərəfdə lar-lər varsa, xəbərdə də olmalıdır. Yoxdursa, olmamalıdır. Qutar getdi. Bu çətindir. Yox. İndi gəldi idarə əlaqəsi. İdarə bundan da asandır. İdarə əlaqəsində uşaqlar. İdarə əlaqəsində gedib sən nə sayarsan? Hal şəkilçilərin. Cümlədə neçə dənə hal şəkilçisi varsa, o qədər də idarə əlaqəsi var. Qutar getdi. İdarə əlaqəsinin əsas göstəricisi bir dənədir. Hal göstəricisi yazdım. İdarə əlaqəsinin bircə dənə şəkilçisi var. Hal şəkilçisi qutardı getdi. Sənə deyir ki, neçə dənə idarə əlaqəsi var? Get hal şəkilçilərini say. Yiyəlik hal sayarsan, qeyri-müəyyən daxil olmaqla. Yönlüyü sayarsan, təsirliyi sayarsan, adlığı şəkilçisi yoxdur. Yerliyi sayarsan, çıxışlığı. 5 dənə hal sayarsan, 2 dənə də qeyri-müəyyənlərini sayarsan, qeyri-müəyyənlər də sayılır. Yaxşı, idarə əlaqəsində nə sayarsan? Hal şəkilçisi sayarsan. Bir dənə istisnası var. Xəbərdə olan hal şəkilçisi sayılır. Bir dənə xəbəri buraxarsan, məsəl üçün, uşaqlar sinfin içindədir. Orada içindədir, yerlik haldır, elə. Amma xəbərdir deyə onu götürmürsən. Başa düşdün? Xəbərdə olan hal şəkilçisi sayılmır. Deyəcəm niyə? Əsas bunu yadda saxla, sayılmır. İdarə əlaqəsi xəbərin tələbindən, xəbərin tələbi ilə cümlə üzvlərinin, daha doğrusu ikinci dərəcəli cümlə üzvlərinin, yəni tamamlığın bir də zərfliyi olur da, yəni çox. Cümlə üzvlərinin müxtəlif hal şəkilçisi qəbul etməsidir. Xəbərin tələbi ilə cümlə üzvlərinin müxtəlif hal şəkilçisi qəbul etməsidir. Yəni, elə bir ki, xəbər bir növ qarşısında gələn tamamlığı, zərfliyi idarə edir. Xəbər tələb edir ki, sən tamamlıq bu şəkilçini qəbul eləməlisən və yaxud sən zərflik bu şəkilçini qəbul eləməlisən. Tələb edir, çünki xəbər tamamlıqla zərfliyi idarə edir, keçəndə görəsiniz. Amma xəbərin özündə hal şəkilçisi olanda, xəbəri heç idarə eləmir. Düzdür? Ona görə biz xəbərdə olan hal şəkilçisini saymırıq. Çünki cümlə xəbərlə qutarır. Artıq onu idarə edən heç nə qalmır cümlədə. Bitib axı cümlə tamamlanıbdır. Ona görə də xəbərdə olan hal şəkilçisi sayılmır. Çünki xəbəri hal şəkilçisindən heç bir cümlə üzvü idarə etmir. Xəbərin tələbindən digərlərində olan hal şəkilçisi sayılır. Xəbərdəki sayılmır, qutardı getdi. Müxtəlif hal şəkilçisi qəbul etməsi idarə əlaqəsidir. İndi gəl yazaq. Qəbul etməsi idarə əlaqəsi. Çox asaddır idarə əlaqəsi. Bir dənə xəbəri buraxırsan, gedirsən nə qədər şəkilçi var, hamısını sayarsan, hal şəkilçilərini tanıyırsan. Oldu idarə əlaqəsi. Get istədiyin bir cümlə yazaq. Məsəl üçün deyir ki, şagirddən tutmuşuq, şagird kitab məktəbin həyəti. Şagirdlərdən ikisini, biraz uzun cümlə yazaq. Şagirdlərdən ikisini koridorun sonunda növbətçilər danlayırdı. Bir cümlə yazaq da. Bax, sən burada deyir ki, get idarə əlaqəsini tap. Gəl tapaq. 4 dənə. Gəl sayaq. Şagirdlərdən 1. Düzdür. İkisini, kimi, təsirli çal. 1, 3, 2. Koridorun, nəyin? 3. Sonunda, harda? 4. Növbətçilərdə yoxdur hal şəkilçisi. Xəbəri də ümumiyyətcə olsa da saymırıq.
4 dənə idarə əlaqəsi var. Qutar getdi. Bu asandır. Deməli burada indi gəl uzlaşmanı tapaq. Görək uzlaşma hanı? Onu da sarı ilə çəkək. Bax bunlar idarədir. Düzdür, sarılayıram. Bunlar idarədir. 4 dənə idarə var. 4 idarə. İndi gəl uzlaşmanı tapaq. Uzlaşmada nə tapasın? Mənsubiyə şəkilçisi, bir də mübtədə ilə xəbər. Gəl tapaq, qırmızı ilə eləyək. Bax, danlayırdı. Kim növbəsində? Bir uzlaşma varmı? Bir uzlaşma. Düzdür. Ondan sonra baxırıq. Şagirdlərdən ikisi. Bax, bu da burada mənsubiyyət varmı? İkisi. Bu mənsubiyyət, bu da uzlaşma. Düzdür. Sonra koridorun sonu. Burada da varmı? Deməli, burada nədir? Uzlaşmadır. 3 dənə uzlaşma var, 4 dənə də idarə var. Çatdı. 3 uzlaşma. Deməli, uşaqlar, idarə ilə ikinci, üçüncü növlərdə yazıram. İkinci növ və üçüncü növ ismi birləşmələrimiz var idi. Atalar sözləri, məktəbin həyəti, məktəb həyəti. 2 və üçüncü növ ismi birləşmələrdə həm idarə olur, həm uzlaşma olur. İsmi birləşmələrdə həm idarə olur, həm idarə, həm uzlaşma əlaqəsi olur. Çünki bunların birinci tərəfi yəhəlik halda olur, ikinci tərəfdə mənsubiyyət qəbul edir. Ona görə ikisinin də göstəricisi var deyil, hər ikisinin ikisi də var. Çatdı. Həm idarə, həm uzlaşma olur. Uzlaşma olur. Bunu da yadımızda saxlayırıq bir qeyd kimi. Başa düşdük idarə əlaqəsi. Sonra gəldik. Məsəl üçün bir dənə cümlə yazaq. Məsəl üçün deyir ki, bunlardan ikisi sənindir. Belə bir cümlə yazaq. Burada deyir ki, get idarəni tap. Bunlardan çıxışlıq aldı mı? İkisi mənsubiyyətdir. Burada uzlaşma var. Yəni bu sözdə uzlaşma var, amma şey yoxdur da, idarə yoxdur. Sənindirdi də yerli hal var. Bunu saymırsan. Çünki xəbərdədir. Deməli bir dənə idarə var. Çatdı. Gəldik yanaşmaya. Gəldik yanaşma əlaqəsinə. Yanaşma əlaqəsi də hamısından asaq. Bunun heç bir şəkilçisi yoxdur çünki. Yanaşma əlaqəsi heç bir şəkilçi qəbul etmədən, yəni heç bir xüsusi şəkilçi qəbul etmədən, heç bir xüsusi, yəni o şəkilçi yoxdur deməkdir. Heç bir xüsusi şəkilçi qəbul etmədən, asılı tərəfin, yəni birinci tərəfin, asılı tərəfin əsas tərəfə, yəni ikinci tərəfə, asılı tərəfin əsas tərəfə yanaşmasına, yanaşma əlaqəsi deyilir. Yanaşıb Allah xətrinə necə, nə cür sualına cavab verməsinə, nə cür sualına cavab verməsinə yanaşma əlaqəsi deyilir. Cavabı verməsinə yanaşma əlaqəsi deyilir. Gəlin baxaq. Yanaşma əlaqəsində heç bir xüsusi şəkilçi yoxdur. Sadəcə asılı tərəf əsas tərəfin yanında durub necə sualına cavab verməlidir. Məsəl üçün dəmir qəfəs, sevimli kitab və yaxud da axşam gəldi. Ağıllı lövhə. Deyəsən nə cür sualına cavab vermir. Zərfliyin sualları da daxildir bura. Yazacağam indi. Yanaşma əlaqəsi deyilir. Yaxşı, nə ilə nəyin arasında olur? Gəl baxaq. Səndən yanaşma əlaqəsi istəyəndə uşaqlar gedib birinci tapasan, birinci növ təyini söz birləşməsi. Məsəl üçün, qızıl bilərzik. Keçmişdə birinci növ söz birləşmələri necə olur? Dəmir, qəfəs, polad, bilək, dəmir, darvaza, taxta, qapı. Bunlar birinci növ təyin söz birləşməsidir. Səndən yanaşma əlaqəsi deyirsə, birinci növ ismi birləşməyə get baxasın. Ən birinci, axtarasın. Birinci növ ismi birləşmənin tərəfləri arasında yanaşma əlaqəsi olur. Ondan sonra gedib axtarasın zərfliklə xəbər. Zərfliklə xəbərin arasında həmişə yanaşma əlaqəsi var, amma yer zərfindən başqa. Çünki yer zərfində hal şəkilçisi olur. Məsəl üçün, səni məktəbdə gözləyirəm. Yer zərfliyidir. Harda gözləyirəm? O da hal şəkilçisi qəbul edib deyə idarə sayırıq biz onu. Yer zərflikləri hal şəkilçisi qəbul edir, amma digər zərfliklər hal şəkilçisi qəbul etmir. Ona görə buradan yer zərfliyini çıxıram. Yer zərfliyindən başqa bütün zərfliklərlə xəbər arasında yanaşma əlaqəsi var. Nümunə deyəcəm hamısından. Başqa. Desən də. Başqa. Ondan sonra təyinlə, başqa cümlə, təyinlə digər cümlə üzvləri arasında həmişə yanaşma var. Digər cümlə üzvləri arasında.
Cümlə üzvü arasında. Bir də qoşmalı sözlə xəbər arasında. Üzvü arasında. Hamısını nümunə deyəcək. Qoşmalı sözlə, qoşmalı söz. Əsas bunu yadınızda saxlayın. Qoşmalı sözlə xəbər arasında. Həmişə yanaşma əlaqəsi var. Səndən yanaşma əlaqəsi istəyəndə bu 4 dənə hal axtarırsan. 1, 2, 3, 4. Bu 4 dənə haldan biri varsa yanaşma əlaqəsi var. Məsəl üçün, birinciyə baxaq. Deyirəm ki, taxta qapı, döymə taxta qapımı, döyməyim dəmir qapını. Atalar sözdür. Döymə taxta qapımı, döymə taxta qapımı, döyməyim dəmir qapını. Döyməyim dəmir qapını. Bax bala. Burada necə qapı, taxta qapı, necə sualına cavab verir və birinci növdür. Düzdürmü? Birinci növ. Dəmir qapı, yenə necə sualına cavab verir? Birinci növ. Deməli, bunların arasında nə var? Yanaşma var. Heç bir xüsusi şəkildə qəbul etmədən asılı tərəf, əsas tərəfə yanaşıb, yəni yanında gəlir. Burada nə var? Yanaşma əlaqəsi. Gəlin ikinci cümləyə nümunə yazaq. Birinci Azərbaycanın Yaxşı. Gəl ikinci nümunə yazaq. İstənilən zərfliklə xəbər arasında dediyim kimi yer zərflikləri istisna. Məsəl üçün deyirik ki, məsələn deyirəm ki, o çox danışır. necə sualdır? Ay sual. Necə danışır, nə qədər danışır? Zərflikdir, zərflikdir. Yer zərfliyi deyil ki, yer zərfliyi deyil. Deməli nədir? Yanaşır. Yana, nə gözəl i hərfi yazdım. Yanaşma. Və yaxud da ki, zaman zərfliyi yazaq. Deyirəm ki, axşamüstü sizə gələcəyik. Bax, nə zaman? Axşamüstü. Bunun arasında nə var? Yanaşma. Niyə? Çünki qayda bizə deyir ki, istənilən zərfliklə xəbərin arasında yanaşma əlaqəsi olur. Bax, bu kəmiyyət zərfliyidir elə. Bu yanaşmadır. Bu nədir? Zaman zərfliyi. Gəl bir dənə də miqdar yazdıq. Zaman yazdıq. Nə yazmamışıq? Miqdar zərfləri. Səbəb məqsəd zərfliyi yazaq. Deyirəm ki, o oxumaq üçün Bakıya getdi. Oxumaq üçün Bakıya getdi. Ay sor. Bax, deməli, qaydanı yadında saxlayırsan da. Getdi. Nə üçün getdi? Oxumaq üçün getdi. Zərflikdir. İstənilən zərflik, yer zərfliyi deyilsə, yanaşma əlaqəsindən xəbərə tabe olur. Qutar getdi. Bəs Bakıya getdi hansıdır? İdarə. Yəni, yönlük aldısa, idarə. Düzdürmü? Başqa bir zərflik yazaq. Məsəl üçün, deyirəm ki, gözləri dolduğundan danışa bilmədi. Bu da səbəb zərfliyidir də. Niyə danışa bilmədi? Keçəcək bunların hamısını. Gözləri dolduğundan danışa bilmədi. Bu da səbəb zərfliyidir, uşaqlar. Zərfliyi keçəndə təkrar deyəcəm. Sadəcə olaraq siz indidən əzbərləyin. Gözləri dolduğundan danışa bilmədi. Danışa bilmədi. Niyə? Gözləri dolduğundan. Bu hərəkətin səbəbini bildirən zərflikdir. Qayda yadımıza düşür. Yer zərfliyi deyilsə, deməli yanaşma əlaqəsi. Qutar getdi. Yanaşma. Asandır. Məncə asandır. Gəl bir dənə qoşmalı sözlə yazaq. Deyirəm ki, qardaşım üçün hədiyyə aldım. Hədiyyə seçdim. Hədiyyə seçdik. Bax bala. Seçdik. Nəyi? Hədiyyəni. Bunun ağdı yerinə nədir? İdarə. Niyə? Təhsillik haldadır. Düzdür? Qeyri-müəyyən təhsillik halda. Kim üçün? Bu da deyil, tamamlıqdır. Kim üçün? Qardaşım üçün. Qoşmalı sözlə xəbər arasında, yuxarıda qaydada yazmışam. Qoşmalı sözlə xəbər arasında nə var? Yanaşma əlaqəsi var. Bunu da götürsən, yanaşma çıxıb gedir. Burada bir dənə də mənsubiyyət var. Sual verə bilərsiniz ki, müəllim, mənsubiyyət də var, niyə uzlaşma götürmürük? Yiyəsi yoxdur qabağında. Desəydi ki, mənim qardaşım, götürərdin. Qabağında yiyəlik hal yoxdur. Ona görə götürmürsən uzlaşma. Uzlaşmanı o vaxt götürürsən ki, mənsubiyyət. Qabağında yiyəsi gəlsin. Yiyəlik halda olan söz olsun. Aydındır. Deməli, burada yoxdursa, nə eləməyəsən? Götürməyəsən. Bu mənsubiyyət sayılmır. Bəs müəllim, seçdik. Axı, burada şəxs şəkilçisi var. Götürəkmi? Yox, götürməyək. Bunda mübtədası yoxdur. Deməli, uzlaşma əlaqəsində iki tərəf lazımdır sənin üçün. Mənsubiyyət lazımdırsa, yiyəlik halda olmalıdır.
xəbər lazımsa mübtədası da olmalıdır. Mübtədasız xəbəri və yəlik halsız mənsubiyyəti biz uzlaşma saymırıq, qurtardı, getdi. Bu qədər.